Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin və ala alihi və sahbihi ecmaîn. Amma ba'd. Əziz qardaşlarım, qısa olaraq müsəlmanın əxlaqı barədə bir zikr etmək istəyirəm, bir xatırlatma etmək istəyirəm. Əslən bildiyiniz kimi bu çox geniş bir mövzudur. Əxlaqın öz təfərrüatları var, mövzuları var. Ancaq qısa olaraq bu başlıq altında, müsəlmanın əxlaqı başlığı altında az bir tövsiyə vermək istəyərdim. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İnnəmə bu'ithu li'utimmimə məkariməl əxlaq. Şübhəsiz ki, mən gözəl əxlaqı tamamlamaqla göndərildim. Əlbəttə biz bilirik ki, hər bir insanın təhsilindən, ailəsindən, örfündən, yaxınlarından almış olduğu bir tərbiyə var. Hər bir insan bəlli bir qaydaları, türklər demiş ki, adab-ı muaşərət deyirlər də onlar. Bu qaydaları bilirlər. Ədəb, əxlaq, ərkan məsələlərini bilirlər. Ancaq İslam buna daha bir gözəllik, daha bir genişlik, daha bir təfərrüat gətirdi və bu haqları bir-bir böldü. İnsanın ailəsinə qarşı göstərəcəyi əxlaqı var, ətrafına qarşı göstərəcəyi əxlaqı var, iş yoldaşlarına qarşı əxlaqı var, valideynlərinə qarşı var, qohum-əqrabasına qarşı var. Yəni, bu əxlaq normativləri bir müsəlmanın cəmiyyətdə gözəl bir fiqura çevrilməsini bizlərə öyrədir. Yəni, bir müsəlman həqiqətən də Allah və Rasulunun istədiyi kimi bir din yaşayırsa, Rasulullah sallallahu aleyhi və səlləmin öyrətdiyi əxlaq normativlərini yerinə yetirirsə, həmin kəs öz yaşadığı cəmiyyətdə nümunəvi bir şəxsə çevrilir. Baxın, İslam insanı həqiqətən də əxlaqla o qədər ucaldır ki, o kəs yaşadığı yerdə nümunəvi bir şəxsə çevrilir. Amma əfsuslar olsun ki, biz bunu teoriyada belə deyirik. Teorik olaraq belə deyirik ki, bəli, insan əgər Allah Resulü sallallahu aleyhi və səlləmin öyrətdiyi əxlaq normativlərini icra etdiyi zaman nümunəvi bir kəs olacaq. Amma görəsən bugün müsəlmanlar Allah Resulü sallallahu aleyhi və səlləmin öyrətdiyi nümunəvi müsəlman olmağa yaxındırlarmı, yoxsa uzaqdırlarmı? Və baxırıq ki, cəmiyyətimizdə bəzən tövhid dəvətinə qarşı, bəzən müsəlmanlara qarşı reaksiyanın olması və hətta bu reaksiyanın bəzən sərtləşməsinin ən böyük səbəbi nədir? Müsəlmanların əxlaqlarının düzgün olmamasıdır. Yəni, insan, əlhamdülillah, ibadət edir, zahiri bir müsəlman görkəminə bürünür, amma bəzi əxlaq normativlərinə diqqət göstərməməsi, bəzi əxlaqi məsələlərə diqqət göstərməməsi cəmiyyət nəzdində onu, bax, namaz qılır, ancaq söyüş söyür, bax, namaz qılır, insanları ticarətdə alladır. Bax, namaz qılır və özünə müsəlman deyir, özünə tövhid əhli deyir, özünə sələfi deyir. Amma gör, hansı əməllərin sahibidir kimi çıxışlar göstərmələri bugün İslam dəvətinə, toplum içərisində müsəlman bir kəsin əslində necə də nümunəvi bir şəxsiyyət ola bilməsi fikrinə xələl gətirir, bir zərər gətirir. Bu da bizim üçün böyük bir problemdir. Ona görə müsəlmanlar daim əxlaqlı olmağa diqqət göstərməlidirlər. Müsəlmanlar səbirli olmağa diqqət göstərməlidirlər. Nümunə verə bilərik maşın sürmək. Maşın sürəndə qəzəblənmək, söyüş söymək, maşından düşmək, başqasını təhqir eləmək, insanlarla fiziki mübarizəyə girmək, başqasının maşınına zərər yetirmək. Bu kimi hallar təsəvvürlə kənardan görsənir. Bu adam uzun saqqallı, zahirində ibadət var, zahirində tövhid əhli dediyi o sima var. Amma əxlaqa baxırsan ki, sıfır, heç nə. Xırda bir problem nədir ki, maşın hamı probkada qalır, hamı problem yaşayır, hamı qəzəblənir, hamı çətinlik görür bu probka zamanlarında, iş saatlar, gediş, gəliş, işin giriş və çıxış zamanlarında. Amma cahil deyilən, İslamdan xaric deyilən, uzaq deyilən insanların göstərmədiyi pis əxlaq müsəlman göstərir. Bu artıq bizə böyük bir zərər verir. Məsələn, yenə nümunə verə bilərik iş yoldaşları ilə insanın münasibəti. Rəhbər kəs ola bilər həmin müsəlman və çətin bir işin sahibi ola bilər. İşin çətinliyi onu başqa insanlarla münasibətinin pozulmasına səbəb olmamalıdır. Çünki bəzən olur da insanın işinin çətin olması, istədiyi kimi getməməsi, maddi qazancının az olması, bu kimi çətinliklər şeytanın insana aqresivlik verməsi bahanəsinə gətirib çıxardır. Yəni, şeytan insana bu vasitələrlə vəsvəsə edir ki, aqresivləş.
Və insan da başlayır aqressivləşməyə və ailəsi ilə, valideynləri ilə, zövcəsi ilə, övladları ilə, iş yoldaşları ilə, qonşularla aqressiv bir münasibət qurmağa. Və onun bu aqressivliyi, onun zahiri görkəm və ya bəzən insanları dəvət etmək üçün danışmış olduğu ayətlər, hədislər, Allah və Rasulü, sahabələr, sələfin yolu, etiqad və s. bu kimi kəlmələrə zidd olur. Və həmin ziddiyyət dəvətə böyük bir zərər verir. Ona görə əziz qardaşlarım, bizlər başa düşməliyik ki, əxlaq məsələləri, əxlaq normativləri nə qədər bizim üçün önəmlidir. Baxın, o nə qədər gözəl olsa, İslam bir o qədər gözəlləşir. Onda nə qədər naqislik olsa, o qədər də artıq dəvətə zərər gəlir. Baxın, türklərin Azərbaycana ilk dəvət zamanlarına, gəlişinə baxın. Onların oturuşu, duruşu, insanlarla mehriban danışması, bəzən insanların onlara qarşı aqressivləşdiyi halda onların hər çətinliyə bir gözəlliklə qarşılıq verməsi, insanlara hədiyyələrin verilməsi, yəni insanlarla olan münasibətin gözəlliyi insanları, bir çox insanı o zamanlarda namaz qılmağa, oruç tutmağa, İslam'a gəlməyə təşviq eləmişdir. Hətta mənim özüm Şəhidlər məscidində olan o hocanın gözəl münasibəti nəticəsilə namaza, ibadətə gəlmişəm. Baxın, əxlaq bu qədər vacibdir, əxlaq bu qədər önəmlidir. Ona görə gözəl qardaşlarım, bu əxlaq normativlərinə diqqət eləmək lazımdır. Allah Azze ve Celle bizi eşitib faydalanan qullarından etsin. Əmin. Allah Azze ve Celle bizi Allah Resulü sallallahu aleyhi ve sellem və onun əshabının əxlaqı ilə əxlaqlanıb İslam'a töhfə verən və cəmiyyəti içərisində İslamı yaşayaraq insanlara nümunə edən, nümunə olan müsəlmanlardan etsin. Əmin və elhamdülillahi Rabbil aləmin.